Salam, ümid edirəm işləriniz qaydasındadır. Bugün 23 dekabr 10:45. Çox gözəl bir səhər gündür. Bugün danışacağım mövzu sözlər haqqında olacaq. Sözlər nədir mənə görə? Mən danışdım bütün mövzularımızı mənə görə olur, amma yenə də sözlər özündə hərflərdən, hecalardan ibarət kimi görsənsə də əslində bundan daha artıqdır. Yəni, çox adam sözlər hərflərdən başlayır, amma məncə bu belə deyil. Sözlər mənə görə çox böyük şeydir. Sözlər güvəncdir, sözlər inamdır, sözlər duyğularımızdır, sözlər bizim özümüzdür və sözlər bizim ikinci bir silahımızdır demək olar buna. Çünki bizim əsasən ən böyük söz verdiyimiz gün bizim ən belə duyğu ilə yüklü olduğumuz günlərdən biridir, bunu deyə bilərəm. Bəzən hətta o dərəcə duyğu ilə çox yüklü oluruq ki, edə bilməyəcəyimiz sözlər veririk və həyatın axışına çox qapılıb yerinə yetirə bilməyəcəyimiz sözlər veririk. Bu düzdür, biz tərəfimizdən heç bir problem yaranması da, amma qarşı tərəfdə və yaxud da qarşı gözlənti və qarşı şəxsdə həqiqətən sözün əsl mənasında böyük gözlənti yaradır və bu onun gələcəyinə də pis təsir edə bilir, bu onun duyğularına da pis təsir edə bilir. Sözün əsl mənasında insana pis təsir edə bilir. Mənə elə gəlir ki, düzdür, hamı özlüyündə səhvlik eləyir, hamı özlüyündə mənfi sözlər danışır, hamı özlüyündə yalanla danışır. Amma bacardığımız qədər bunları biraz danışanda və yaxud da sözlərimizə istifadə edəndə yalnız söz olsun deyə yox, bunu anlayıb başa düşmək lazım. Yalnız hecalardan olan bir şey olmalı deyil mənim fikrimcə. Bu həm özümüz üçün, həm qarşımızdakı üçün, həm dünya üçün, həm də gələcəyimiz üçün, hər şey üçün önəmlidir. Və məncə indiki dövrdə bir söz var, nəinki indiki dövrdə, bütün illər boyu bu mənim fikrimdə hər kəsin ağzı olan hər kəs danışır. Deyirsən ki, sən çox danışırsan. Mən sadəcə özümə başda videolarda bildirdiyim kimi özümə bir anı qalsın, özümə bir xatirə qalsın. Halbuki mən bu videonu çəkəndə artıq Azərbaycanda deyiləm və inşallah gələcək üçün də Azərbaycandan çıxmağı fikirləşirəm, qismət olsa və olacaq inanıram. Və ən azından mən neçə il sonra bu videoya baxa bilsəm, əgər baxa bilsəm, onu da görəcəm ki, okey, Rasim filan yerdə idi və bu videonu çəkib. Əsas məqsədimiz budur. Əgər başdakı videolara baxsaz, mən bunları dilə gətirirəm. Və düzdür, mən indi belə sözlərdən danışıram, yalandan danışacağıq, dürüstlükdən, həqiqətdən danışacağıq, amma yalan və dürüstlük və həqiqət insandan dəyişən bir şeydir. Kiməsə görə yalan olan, kiməsə görə dürüst ola bilər. Yəni, bu mənə görə sağ əmdə olan, mənim qabımda şəxs üçün sol tərəfdə ola bilər, məsəl üçün, yəni söhbət ya da yaxud da tərsi olaraq başlaya bilərsiniz. Yəni, bir mövzuya, məsələn, deyək ki, qarşımda bir adam düşünün və həmin adamın bir elmasla əyləşmişsiniz düşünün. Mənə görə bir stəkan sağdadır, ona görə isə məsələn soldadır. Yəni, bu elə bir baxış bucaqdır. Yəni, sözlər də məncə elədir. Yəni, bizim sözlər verdiyimiz hər bir dəyər hamıda eyni olmur və hər bir intonasiya da məncə hamıda eyni olmur. Və sözlərdə ən çox önəmli olan şeylərin biri də mənim fikrimcə sözlərə vurduğumuz vurğudur. Çünki sən ən gözəl sözü belə sən elə bir şəkildə deyə bilərsən ki, bu sənə dünyanın ən pis, ağır və ən çətin və ən güvənilməz və ən mənfi təsir edən bir sözü olsun. Halbuki bunu biz görürük dünyamız gələcəyində. Düz, mən belə danışıram, amma bu demək deyil ki, mən mükəmməl birisiyəm və yaxud da verdiyim hər sözü tuturam və yaxud da yalan danışmıram və yaxud da ki, mükəmməl dərəcədə dürüst birisiyəm. Yəni,
Amma bacardığım qədər olmağa çalışıram və məncə də olacam. Dürüstlükdən danışdıq. Dürüstlük də məncə insandan insana görə dəyişən bir şeydir. Amma yalan demək olar ki, insandan insana görə dəyişmir. Əslən çox vaxt eyni şəkildə olur. Yəni deyir ağ yalan var, qara yalan var. Bəzən düzdür, ağ yalan lazımdır, amma yalan hamı çox pis bir şey kimi bilir, amma mənim fikrimdə yalana baxış açımız biraz fərqli olmalıdır. Yəni hər kəs yalanı sadəcə öz çıxar üçün istifadə etməli deyil, başqasının çıxar üçün də bəzən istifadə etmək lazımdır. Hansı ki, mən buna hansı qismi qoyuram? Ağ yalan qismini qoyuram. Kiminsə daha çox haddini dəyməmək və ya kiminsə daha çox incitməmək üçün istifadə olunan yalanlar var. Bunlar da bir də budur. Bir saniyə, buranı böyle düzəldim. Okay, that's good. Və bu yalanla bağlı qaldıqda isə məsələn, hər kəs tərəfindən bilinən, hər kəs tərəfindən daha çox tez-tez yalan danışılan insanların ətrafına baxanda belə, yəni hər şeyin bizə hər kəs tərəfindən düzgün bir şəkildə başa düşdüyünü görə bilirsiniz. Deməli, sonra mən öz haqqımda danışacaqdım. Və yalan danışmaq isə məncə insanoğlunun da təbiətində var. Çünki biz uşaq olarkən belə valideynlərimiz tərəfindən yalana məruz qalırıq və yalan danışdırılmağa da bəzən məruz qalırıq. İstəmədiyin qohumlarla bir yerdə oturmaq ola bilər və yaxud da ki, hər kəs kimsə səndən soruşanda necəsən? Burada həmişə yalanın uşaqlara da öyrədib deyən yaxşıyam, əmiyə salam deyənlər, əmi onu deyən, bunlar hamısı sözlərdir. Sözlər də isə gətirir bizə yalanı, doğruyu, dürüst olmağı. Yəni, məncə bu yalan sözlər bizə uşaq vaxtından öyrəndilir və bu bizim təbiətimizdə var. Amma halbuki olmalı deyil. İndi deyə bilərsiniz ki, okey, Rasim, bizim gündə 1000 adam nə desən soruşur, biz hamısına yəni öz doğru sözlərimizi mi deyək, yoxsa yox? Yox. Bu ağ yalandır. Çünki həqiqətən də sizin necə olduğunuzu çox adam maraqlanmır. Yəni, bu reallıqdır. Siz söz olaraq yazır və maraqlanan insanlar belə, qarşınızdakı maraqlanan insanlar belə həqiqətən yaxşı cavabı gözləyir. Məsələn, deyir, soruşur necəsən? Məsələn, desən ki, məsəl üçün də hamının başına gəlib, mənim də başıma gəlib. Desən ki, pisəm, biraz belə bir şey qalacaq, ayda başlayacaq yenə. Başlayacaq yenə deyə belə bir şeydə qalacaq, gözləntidə qalacaq. Ona görə çox adam bu yalan sözlərinə istifadə edir. Halbuki ən pis halında belə yaxşıyam deyir. Belə, bu video bu qədər. Çox əslində mövzu var, yəni və yaxud əslində çox yazıram fikirlərimi, sadəcə hamısını yadda saxlaya bilmirəm, yadımdan çıxır, bəzən düzdür baxıram, ola bilər ki, nəsə yadımdan çıxıb. Əgər hər hansı bir maraqlı sualınız və yaxud hər hansı bir qüsurum varsa və yaxud hər hansı bir tənqidiniz varsa bildirə bilərsiniz. Onsuz da izləyicim demək olar yox dərəcəsindədir, amma yenə də bildirirəm fikrimi. Bu qədər. Çalışaq sözlərimizlə insanları və yaxud da ki, əsasən də ən çox da özümüzü incitməyək və aldatmayaq. Sağ olun, özünüzə yaxşı baxın.